Ağzı gönlü dölür. Ay Allah. 30% gedəcək. Fəriş. Hə, inşallah. Narkozun təsiridir. Az ekran tıkmaz eşitsiniz ki bilməymişim. Əlimdəydi bağışla. Az 23 mənə yazmamışdı, çıxart onu. Yekədi qəşdi. Fəriş evdədir, hə. Ay Fərişim. Bədbəx özün səki gəlb çatımda görürsən. Cılız. Davay bloka. Toyva biz də çağırarsanmışıq. Hə, uşaqlar, ərə gedirəm zarafatsız. Təbii ki, məsləhət eləyəcəyim böyüklərim var. Böyüklərimlə məsləhət eləyəcəm. Böyüklərim məsləhət bilsə, gedəcəm. Elə taliblərim var. Özü bir nəfər deyil. Sizin birazcık çok oturmuşsunuz. Amma bir nəfər yatıb buraya hələ ki. Böyüklərim. Hikayəmdə paylaşmışam. Onu bilirəm uşaqlar. Birinci çolka kəsmək düşdü mənə. Sən də blokada var. Çok etmesin. Müşkidirəm mən də çok etmesin. Həqqi. Sən evlisən, nə deyinirsən çolkanı? Boşub təzən evlənəcəksən? Yox, varlanım da, ha. Varlanasan? Buna varlanmaya düşmüyor, buna talip düşüyor. Ha, talip çıxıb sənə. Talip, evlilik. Ha, talip deyilsin Nazır. Sən al atdağ vəkər olmasın. Atdağ vəkər yaxşıdır. Qısqanc, qorucu. Harada bir mən bir dövsün eləsin. Dağ. Bir gözün canlaşsın, bir gözümün altı göyərib, bir gözümün ağı dombalıb. Bunu sən yaradırsan. 18 yaşımın nişanlıyım, 19'u keçəndə evlənəcəm, sən nəyə gözləyirsən? Səni 2 aydan sonra qızın verilişlə görməsəm, mən bu üzümə lənət. Nə olub 18 yaşında qızışıbsan? 18 yaşında adam evlənər, nə olub? Qaça ay bacım. Get bir təhsil al, get bir sənət öyrən. Hə, get evlən, qaç dipçəyin dəlində, götür dipçəyi bir də qaç kişi evinə. Get qarnımı dombalt. 2 aydan sonra get ki, Ergiz müəllim. Hə, yox. Sonra deyəcəksən ki, Ergiz müəllim, mən ürəyim artıq qaldırmır. Get bir diplomun olsun, get bir təhsil al, get bir elm öyrən. Sonra bir 23-25 yaşın olsun, onda evlən. Sən 18 yaşın var, sən özün uşaqsan. Sənin adına, Can Tata, xoş gəlirsən. Sən vəsiqəli sırayı gün almışsan, 17 yaşında almışsan, nə olmuşdu? Tez ay bacı, mən yaxşı baxmıram tez evliyim. O əvvəllər hə, amma indiki zamanədə yox. Bilirsən niyə? Əvvəllər qızlar tez evlənirdi. Əvvəllər insanlar saf idilər, mədəni idilər. İnsanlarda saflıq var idi. Amma indi oğlanlar çox bilmişdi. Qızlar da çox bilmişdi. Buna görə də onların evlənməsi üçün onların bir-birini tanımalarına ehtiyac var. Zamanə çətindir, xərclər çoxdur, öhdəçiliklər çoxdur. Pampersin qiyməti qalxıb deyir. Yeməyin qiyməti. Yeməyin qiyməti. Onun üçün də ay bacı qurban. Birinci sənət, sübut. Can. Can. Gene yığıb elirsin o qəşəngillərdən. Hə. Onun üçün ay bacım, birinci övladlarımıza sənət verin, sübut verin, sonra evləndirin. Ay sağ üstü. 18 yaşım var. Ağıllısı mənəm, sağ-sağına türənməmişi gözəllikdə. İnşallah tez ayağa qalxır. İnşallah. Elə ən yaxşısı mən eləyirəm ay bacı. İndi ərə gedib boşanım. Qoltumda da bir ürdən uşaqla. Subay qadının 32-33 yaşında, 35 yaşında evlənməsi mi daha asaddır? Yoxsa yanında uşaqla mı? Əlbəttə ki, uşaq olmayan, düzdürmü? Səhv deyirəm, səhv deyirsən. Uşaqlı qadınla evlənmək daha çətindir. Çünki sən ona ögey ata alacaqsan, ögey ata necə çıxacaq bilmirsən. Deyək ki, lap yaxşı ərdir. Yaxşı insan amma yaxşı ata olacaqmı sual altındadır. Çünki öz doğma evladı deyil.
Özün oxşursan. Bu əvvəl idi, o vaxt nənələrimiz 12 yaşından evlənirdi. Mənim ana nənəmi şeylə, iqruşka ilə oynadığı yerdə götürüb qaçırdıblar. Babam gözləyib ki, qız 17 yaşına, 18 yaşına çatsın, nikah qıyıblar. Yəni mənim nənəm, ana nənəm ər evində böyüyüb, uşaqlıqdan qaçırdıblar. Hə, bu keçmişdə idi ay bacı. Bu nasıl bir dənə qalsın? Bu nasıl bir dənə? İçimizdə olsa söyləyək. Az Şəngülüm, mən sənə yuxumu danışmışam. Mən haçan evlənim, haçan boşandım. Yaxşıdır sən ağlı dərli dərakən. Sədiyyə. Mən kimi. Dövlət məqamı. Mənə gözləməz. Yox ver. Ürəm 8 saat bəs eləyir. Asıl yaşına bir günə gedərdi, nə yansın? Şəxsən ay bacı, həyatımı günümü yaşamışam, yaşadığım qədər. İndi də ciddi niyyətdir, biri ilə inşallah ailə qurub xoşbəxt olmaqdır niyyətim. Səni kimi almazmış evim var. Şükür Allaha. Evim də var, figuram da var. 5 nəfər də var ki, hayatımızda xətrimizi çox istəyir. Yaxşı əməllərimizlə, savablarımızla ətrafımızda yaxşı insanlar qazanmışıq. Hər qadın xoşbəxt olmağa layiqdir. Amma evlənəcəyim adam da içki içməməlidir, pis vərdişi olmamalıdır, altında maşını olmalıdır, evi olmalıdır. Yox, uşaqlar, o mənim tipim deyil. O nədir, yox? Yaxşı insandır, dost kimi çox istəyirəm, amma görünüş olaraq mənlik deyil. Yox, mənə daha olğun bəy lazımdır. Olğun bəy, mən onun dost kimi xəttini çox istəyirəm, bizdə heç vaxt alınmaz. Mən içki, ayıbdır. Ayıbdır bacı. Ayıb olsun. Bu tapış da mən dost kimi çox istəyirəm. Bu yerdə yazıb. Vallahi deyir, mən yazılanlara görə sizdən zəhləm getməsinə çalışmışam. Amma baxıram, sizə nifrət edəmirəm. Çünki mən olduğum kimi görünürəm, bacı. Mən burada obraza girmirəm. Mən burada artisti eləmirəm. And ola Allaha bu platformada o qədər gedən oyunları açıq şəkildə elə görürəm. Elə görürəm. Sadəcə olaraq gülürəm, keçirəm. Ki, heç nə başa düşmürəm. Ağıllı adam bilirsiniz kimlərdir? Bəzən lazım yerdə özünü girişliyə qoymağı bacara bilən adam. Çünki cəmiyyət çox da ağıllı insanları sevmir. Ağıllı dəli olmalısan. Nə dəli olmamalısan, nə də çox ağıllı olmamalısan. Ağıllı dəli, orta. Dəlilikdən də 50%, 50-50. Ağıllıdan da 50%, dəlilikdən də 50%. Da. Səhv deyirəm, dedən səhv deyirsən. Yaxşıdır belə müzik. Ola durayım. Burnumu dərim düzəltdirər. Maşına qurban. Hə, bacı, yox, yaradın. İnişə qurban oldum, nədir? İnişə qurban oldum. Uşaq vaxtı kim belə edib? Tamamilə düz dediniz. Tamamilə düz dediniz, can. Ağaz, leveli bacılar, az gəlsiz. Bax, xəstəyəm, bax, sistem qoyublar ma, qoluma bax. Xəstənin yanına gedəndə əli boş gedirsiniz. Allahın bir hədiyyəsə niyə atmırsınız az? Siz necə izləyicisiniz, necə məni çox istəyirsiniz? Xəstə yanına adam əli boş gələr. Hayır olsun. Ləmoşu deyəsən, hədiyyə almağın dərdindən gəlmədi yanına, bahanə elədi, küstü. Az necincidim, tıncıqdım əməl başdı. Ayıb olsun. Azraq, çox sağ ol. Gəlmək istəyirəm. Deyaz Fərişə gəl. Davakar olsa burun əldən getdi. Azraq, çox sağ ol.
Gülnar xanım, çox sağ olun. Cibinizdə olsun. Dedi, yatıb qalmışdım. Səhəri gün gələ bilərdi. Birisi gün gələ bilərdi. Ta birisi gün gələ bilərdi canım. Bahanə eləyir, küsür idi məndən. Ən azından sahib seçib zəng eləyə bilərdi. Allah haqqıncımışam. Müjde, o oğlan sənə layiq deyil. Can, kim layiqdir? Sən layiqsən, bacı. O xəstələnib gəlməsə yaxşıdır. Az gələrdi, asqırardı. Amma deyərdim ki, sahib seçib gəlib. Bilirsən necə? İlk gündən gələcəm deməsəydi, mən onun yolunu gözləməzdim. Başa düşdün? Gözləməzdim. Gələcəm deyib, sonra bahanə eləyir. Mən misal üçün xəstə olanda PK eləyə bilmirəm. Canlıca PK eləyə bilir, sahibacı deməli enerjisi var da. Ən azından zəng vurmaq olardı. Həmişə sənə gələcəm demişdim. Amma gələ bilmirəm, xəstəyəm. Mən misal üçün onların dünənki yayımına baxa bilməmişəm. Çünki özüm canlıda olmuşam. Mənə zəng zad eləməyib. Dedi, evinə gedəcəm də. Mənim evimə nə gedib, evdəyəm də, bura ev deyil. Sənlə canlıya qoşulur, Müjde, xain baxırdı sənə. Həqqi, niyə? Niyə mənim xainımı çəksin ki? Xainlik mi elir də? Sonra ağarırdı. Az dəyərdən çatara vurur, dəyə görür. Elə hiss etdim. Xain necə baxır? Bir dənə mənə, onun smalik var, o xain baxan smalikdən var. Kim idi ki, bizim nigarıydı yazan. Yox, Məryəm, mənə şorabı olmaz. Kompot olar, bir də toyuq olar. Şorabı olmaz mənə. Necə baxırdı? Topdan satır. Demirəm, elə pis qızdır, yaxşı qızdır. Amma arada bir şey tutur. Nə deyirlər ona? Tormuz getmir. Pedal. Elə baxırdı mənə deyirsiniz. Mənə şorabı olmaz. Az, ara qatan izləyicilər. Bax, Ləman lap belə də qızdır. Gedir, sizə məşğul olmaz, mən sizi yoxlayıram. Az, mən sizi yoxlayıram, nə olub az? Az, qadın düşmən olmaz, Nə olub az? Bax, Ləman lap belə də qızdır. Gəlməyib xəstədir, məni düşünüb gəlməyib, deyib gedib mücündə xəstələndirməyim. Ayıb olsun sizə. Gedib orada Ləmoşun üzünə görürsünüz, gəl burada onun arxasıca danışırsınız. Tixa. Küstək də barışsaq da bilər, mən bilərəm. 091, çox sağ olun. Qarşı bacısı çox sağ olun. İndi başladılar tərifləməyə. 095 Nərmin xanımdır.